İnsanın dilinin zikirdən qafil olması, onun qəlbinin zikirdən qafil olmasıdır. İnsan birinci qəlbini düzəltməlidir ki, dil də düzələcək. Çünki bədəndə bir ət parçası var, o düzələrsə bütün bədən də düzələr. Həqiqətən də o qəlbdir. Necə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur. Həmçinin insan yaxşı dostlarla, salih insanlarla və gözəl, xeyirli, zikirli məclislərdə iştirak eləməlidir ki, qoy onların qəlbi oyaq olsun. Bu barədə də Uca Allah Teala buyurur ki, وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا Kəf surəsi 28-ci ayə. Qəlbin Allahdan məhrum etdiyimiz kəslərə itayət etmə. Qəlbin Allahı zikirdən məhrum etdiyimiz insanlara tabi olma. Yəni onlarla dostluq eləmə. Bax o kəslər ki, sən görürsən də, onu tanıyırsan, bilirsən ki, bu insan Allahdan uzaq adamdır. Fasik adamdır, asi adamdır. Allah Teala buyurur ki, onlara yaxındırma. Onlara tabi olma, onlara itayət etmə. Bu günləri, indi biz şeytanları bilirik ki, insanları içkiyə, zinaya çağırır, günaha çağırır, nə bilim, pis-pis işlərə çağırır. Və elə insanlar da var ki, özü mömin kimi göstərir, insanları zikirdən və zikir məclisindən yayındırır. Görürsən, bəziləri var, deyir ki, alimlərdən uzaq durun, bəziləri var, deyir, zikir məclisindən uzaq durun, bəziləri var, deyirlər, məscidlərdən uzaq durun. Nə bilim, bütün xeyrin bağını kəsirlər. Bütün xeyrin bağı kəsirlər. Ona görə Allah Teala Quran-ı Kərimdə başqa bir ayətdə buyurur ki, o kəs ki, səni xeyirdən məhrum edir, o kəsə tabi olma. O kəsə tabi, o kəslə bir yerdə ol girən ki, o səni itayətə çağırır. Unutduqda sənə xatırladır. Xatırladıqda sənə yardımcı olur o işi görməkdə. Və beləcə görürsən ki, sən ondan yalnız və yalnız faydalanırsan. Ondan yalnız və yalnız xeyir götürürsən. Ondan sənə heç bir pisliyi gəlmir. Necə ətirçi ilə külükçünün misalı kimi. Aydındır? Və daima ondan xoş təsir alırsan. Və beləcə insan özünə belə bir dost, belə bir yoldaş seçməlidir ki, nə bu dünyada, nə də ki, axirətdə qəflətə düşməsin.